Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə bir yerdə 10-cu sinif ədəbiyyat vəsaitindən qaldığımız yerdən testlərimizə davam edirik. Nizami Gəncəvi yaradıcılığı ilə bağlı 30 sualın izahını sizlə bölüşürəm. İlk sualda deyir ki, altından xətt çəkilmiş misradakı bədii təsvir vasitəsini müəyyən edin və ona aid xüsusiyyət yazın. Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil. Əziz ömür ifadəsi var burada sadəcə və onu epitet götürürük. Bir sözə başqa bir izah edici söz artırmaqla məcazlıq yaradıb. Qəzəlin forma və məzmununu nəzərə alaq, cədvəli tamamlayın deyir. Dəyərli şagirdlər, deməli qəzəlimizi oxuduqda bu hər kəsi əlaqədar edən ictimai bir mövzudur və mövzusunu da o cür qeyd etməliyik. İdeyası nədir? İnsan gəncliyin qədrini bilməli, ömrünü yaxşı keçirməlidir. Bəs forması nədir? Baxın, qəzəl deyir. Beytdir, ikilik formasında da yaza bilərsiniz, iki misradan ibarət olduğu üçün. Qafiyələnməsi, ilk misralar həm qafiyə, sonrakılar isə deməli həm qafiyə deyil, A, B, A, C, A, D, A formasında. Daha sonra keçsin ifadəsinin rədif olduğunu və şeirin də əruz vəznində olduğunu yaza bilərsiniz. Daha sonra keçsin rədifli şeirin qəzəl olduğunu əsaslandıraraq klasteri tamamlayın. Keçsin şeir vahidi beytdir, beyti bilirik, iki misralı. Qafiyələnməsini yazırıq yenə və əruz vəznində olduğunu da demək kifayətdir. Daha sonra mətndə çərçivə daxilində verilmiş sözlərin mənası bu cür göstərək. Çərçivə daxilində verilmiş ifadələrimiz Cavidan, Nəva və Saqi. Bu sözlərə diqqət edin. Xüsusən Saqi sözü poemaların çoxunda istifadə olunur. Cavidan daimi, əbədi, həmişəlik deməkdir. Nəva avaz, səs deməkdir. Saqi isə şərab paylayana deyilir. Daha sonra qəzəlin məzmununa uyğun gələn ifadələri müəyyən edin. Qocalar itən gənci illərinin sorağı ilə yaşadıqca ömür də tükənir. Tamamilə düzdür. Burada belə bir demək ki, misra mövcuddur. Baxın. Deyir ki, itən gənclik sorağı ilə qocalar yer süründükcə büküldü bel. Bu mümkünmü? Ömür daim cavan keçsin. Demək, bu düzdür. Cavanlıqda daş daşı, qocalıqda aşıq yer. Əksinə, cavanlıqda insan əziyyət çəkə bilər. Lakin ömrünü bada verməməlidir. Ancaq daş daşıyaraq, ancaq iş görərək ömrünü tükətməməlidir. Canı verib can almaq olsaydı, yaxşı ilə yamanın nə olduğunu deyir, dərk edərdin. Demək ki, burada buna aid misramız hanı? Gəlin, onu göstərək. Deyir, canı can verib alsaydın, bilərdin qədrini şəksiz, bilərmi oğru mal qədrin, ələ yaxşı yaman keçsin. Demək ki, bu misralar bizə kömək edir. Üçü də götürməyə, 1-3D variantı, insanı kölə vəziyyətinə salan adəti aradan qaldırmaq. Mən niyə buranı oxudum? Buranı oxumalıydım. Süleymana qalmayan dünya sənə də qalmaz ifadəsi isə ümumiyyətlə mətnə uyğun olarmı? Süleymana qalmayan dünya sənə də qalmaz. Əslində, indi baxdım, bunu da götürmək olar. Hətta indi qərar verdim. Çünki mətndə də bizə bəlli olduğu kimi uşaqlar, ömrün bir dəfə olduğu və bu ömrün qədrini bilmək barədə danışılır. Yəni, Süleymana qalmayan dünya sənə də qalmayacaq. Ona görə də nə et? Hər dəqiqənin, hər saniyənin qədrini bil. 1-3-4 doğru cavab olacaq. Nizami Gəncəvi 7 gözəl poemasında müxtəlif problemlər qaldırmaqla nəyə nail olmaq istəyirdi? 7 gözəl birbaşa əsər formasında geniş bizə düşməsə də, yaradıcılıq hissəsində onun haqqında məlumat var və bu məlumat imtahanda istifadə oluna bilər. Deyir ki, yaratdığı obrazlarla zəmanə hökmdarlarına yol göstərmək, bu tamamilə düzdür. Bəhram Şah obrazı ilə müəllif buna nail olur. Bir düz. Məhəbbətin gücü ilə insanın tərbiyə oluna biləcəyini sübut etmək, bu Xosrov və Şirində Xosrova aiddir. Dövlət işini başqalarına etibar etməklə yaranan fəlakəti əks etdirmək. 3 də tamamilə düzdür. Bəhram Gura aid olan fikirlərdir. 1-3. İnsanı kölə vəziyyətinə salan adəti aradan qaldırmaq. Bu da yanlış fikirdir. Bu adət ənənə məsələləri daha çox Leyli Məcnun üçün aktual ola bilər. Daha sonra sual işarəsinin yerinə hansı əsərin adı yazılmalıdır? Qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, dövlətin ağıl və ədalətlə idarə olunması, məhəbbətin insanı saflaşdırıb nəcibləşdirməsi. Baxın, bu digərlərindən fərqli olaraq Xosrov Şirinə aiddir ən çox. Digərlərində dövlət məsələsi, məsələn, ona qalsa Sirlər Xəzinəsində də, İskəndərdə də, 7 gözəldə də var. Qadın məsələsi də bir çox poema üçün oxşar ola bilər. Ancaq ki, bu üçüncü ifadə artıq mənə deyir ki, sırf Xosrov və Şirini doğru cavab kimi götürək.
Daha sonra növbəti sualımıza keçid edək. Deyir ki, Leyli Məcnun poemasının əsas xüsusiyyətidir. İnsanları hüquqsuz vəziyyətdə saxlayan adətlərə, baxışlara etiraz tamamilə düzdür. Azad sevginin olmaması buna sübutdur. A variantı. Xalq və dövlət üçün cavabdeh olan insanın, yəni padşahın ən birinci vəzifəsi borcu fikrini qabartmaq. Bu daha çox sirlər xəzinəsi ola bilər. Daha sonra 7 gözəl ola bilər. Hökmdar məsələsi burada aktual deyil. Ağıllı davranışı ilə məğrur şahı tədricən dəyişdirə bilmək. Bu Xosrov Şirinin etdiyi hərəkətə aiddir. Müxtəlif məqalət və hekayətlərin köməyi ilə yaşadığı dövrün hadisələrinə humanist münasibət, sirlər xəzinəsi, xalq və dövlət üçün cavabdeh olan şəxsə vəzifə borcunu başa salmaq, 7 gözəl. Daha sonra deyir ki, klasteri tamamlayan fikirləri müəyyən edin. Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər alimlərlə daim ünsiyyətdədir. Bəli, o alimləri başına yığır və elmi müzakirələr də aparır. Ağıllı tədbirləri xeyirxahlığı ilə şöhrət qazanır, düzdür. Dövlət işini bir müddət vəzirinə tapşırır. Xeyr, bu səhv fikirdir. Belə bir məqam yoxdur. Sadəcə vəzirindən daim məsləhət alır. Dünyanı dolaşır, insanları həqiqət yoluna dəvət edir. Bəli, təkallahlılığı təbliğ edən bir peyğəmbər idi. 1-3. Nüşabənin qarşısına duz çörəklə çıxır. Duz çörək bağışıqlıq, sülh rəmzi bildirir müəyyən qədər. Lakin belə bir məsələ yox idi. O Nüşabənin qarşısında elçi qiyafəsində çıxır. Dövrünün ən yaxşı alimindən mükəmməl dərs alır. Bir çox alimlərdən, məsələn, Niqumaş, Erasto və bir çoxu burada qeyd oluna bilər. 1-3-5 doğru cavab olacaq. Daha sonra Nizami Gəncəvinin İskəndərnamə poemasına əsasən yanlış fikri istəyir. İskəndər Nüşabənin sarayına elçi kimi daxil olur. Bəli, özünü gizlədir ondan. İskəndər Nüşabənin ağlı qarşısında aciz qalır. Bu da düzdür, çünki o ağıllı qadın idi və hətta onun İskəndərin qarşısında, yəni İskəndərin özünü elçi kimi aparması onu açmadığından nə edir? Gedir, sübut edir ki, sən deyək ki, elçi deyilsən, sən əslində hökmdarsan və orada da ağlı fərasəti ilə ön plana çıxır. Nüşabə onun İskəndər olduğunu bir neçə dəlillə sübut edir. Bəli, əvvəla hərəkətlərini analiz edir. İkinci olaraq da nə edir? Məsələn, onun rəsmini ona göstərir ki, bu məndə var idi. Bunlar düzdür. Şah Nüşabənin davranışından narazı qalır. Bunu deyəndə adətən bizim ağlımıza Nüşabənin süfrəyə daşqaş düzdüyü səhnə gəlir. Lakin orada Nüşabəyə ən son da əhsən deyir. Yəni narazı qalmır. Nüşabə ordusu ilə ölkəyə girən İskəndəri qarşılamağa gedir. Bu tamamilə yanlışdır. İskəndər özü elçi qiyafəsində birbaşa onun sarayına gəlir. 4-5 C variantı. Birində uyğunluq pozulmuşdu. Dara təkəbbürlü, ədalətsiz zalım hökmdar, Feyləqus ədalətli tədbirli, Pələngər qonşu ölkələri işğal edən talançı, Niqumaş böyük sərkərdə yox, böyük alim olmalı idi, o sərkərdə deyil. İskəndər məzlumları zalimin zülmündən qurtaran böyük hökmdar, bu isə tamamilə düz fikirdir. Daha sonra keçək. 12. İskəndərnamə poemasında Nüşabə bu sözlərlə İskəndərə nəyi bildirmək istəyir? Erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Bir qadın olsa da dünyanın işlərindən baş çıxara bildiyini sübut edir. İskəndərdən ona qadın kimi hörmət etməsini istəyir. Xeyr, əksinə qadınlıqdan istifadə etmir və özünü kişi kimi hesab edir. Nə mənada? Yəni erkək xasiyyətliyəm, qadın olsam da və mənə də hər işi bəllidir dünyanın. Yəni sən məni xəfifə alma deyir. Durub demir ki, qadına mənə zərif münasibət göstər. Belə bir şey yoxdur. İskəndərlə müharibəyə hazır olduğunu bildirir. Xeyr, onlar müharibə üçün görüşməmişdi. Ölkəsinin işlərini İskəndərə tapşırmaq istəyir. Xeyr, əsərin yəni o hissəsinin sonluğunda biz görürük ki, o Nüşabə ilə peyman bağlayır, əhd bağlayır, müqavilə bağlayır ki, o, yəni İskəndər Nüşabənin torpaqlarına ziyan vurmasın. Ölkənin abadlığına, firavanlığına nail olduğunu deyir. Bəli, bu hissə indi tam o hissəni verməyiblər. Bu əslində 4 misralıdır. Burada ümumilikdə Nüşabə hökmdarlıqdan geri qalmadığını, yəni kişilər necə bacarırsa mən də elə bacararam deyərək ölkənin idarə etməsindən də nail olduğunu bildirir. 1-5 münasibdir. Daha sonra İskəndərnamə poemasından götürülmüş bu parçada şair nə işarə edir? Hansı bir dövlətə verdi nəhayət kəyan adətinə göstərdiyi hörmət? Burada İskəndərin Nüşabənin ölkəsinə gəlməsi hissəsinə aid olacaq. Nümunədə hansı bədii təsvir
və ifadə vasitələri işlənibdir. Sonra Nüşabənin yaqut dodağı epitet, yaqutla bəzədi bütün torpağı. Dodağın bəzəməyi nədir? Metafor. Və fikir versəniz, xəbər burada işləndiyi üçün inversiyada var. Metonimiya və təzad isə yoxdur. İskəndərnamə əsəri ilə bağlı hansı fikirlər diaqramın kəsişməsində, yəni bu hissədə yazılmalıdır. Taxtaca sahib olandan sonra xeyirxah işləri ilə şöhrət qazanır. Bu İskəndərə aiddir. Sahib olmaq məsələsinə görə sonradan sahib olan İskəndər idi. Elçi sifəti ilə gələn hökmdara dərs verir. Nüşabə. Hökmdarı olduğu ölkədə ədaləti, sülhü, əmin-amanlığı bərqərar edir. Hər üçü. Əhalisinin firavan yaşaması hər üçünə aiddir. Qonşu ölkələrin var dövlətini talan etmək isə pələngərə aid ola bilər. O da ki, burada yoxdur. Daha sonra poemadan götürülmüş parça ilə bağlı səhv. Dedi, ey uğurlu böyük tacıdar, zəmanə başlara çox oyun açar. Düşünmə, hörmətim çoxdur, bunu bil, bu ev öz evindir, başqa yer deyil. Məsnəvi formasında yazılmışdı deyir. A, B, düzdür. İskəndərin Nüşabə ilə görüş hissəsindədir. Bəli, bu Nüşabənin sözləridir. Nüşabə ev sahibi kimi İskəndərə böyük hörmət göstərir. Düzdür. Qafiyələr tamdır, yəni zəngindir. Biz burada sadəcə bir hecanın üst-üstə düşdüyünü nəzərə alsaq, tam yox, natamam, yəni yoxsul qafiyə deyə bilərik. D variantı. İskəndəri tərəddüd etməkdən çəkindirir. Bəli, yəni burada deyir ki, zəmanə başlara çox oyun açar, düşünmə, hörmətin çoxdur. Bunu bil, bu ev öz evindir, başqa yer deyil. Sonuncu misra bu da sübut olacaq. Nizami Gəncəvi lirikasında diqqəti çəkən cəhətlər, deməli, insana dərin məhəbbət və sevgi hissinin ülviliyi olar. Lakin dövrün ənənəsindən kənara çıxma daha çox poemadadır ki, dövrün ənənələrindən uzaqlaşır, qadın azadlığı və s. kimi məsələləri ön plana çəkir. Sufi, deyək ki, məhəbbət isə onun yaradıcılığında yoxdur. 1-3. İskəndərnamə poemasında Nüşabə ilə görüşən İskəndərin hərəkətlərində bunlardan biri yoxdur. Belindən qılınc və kəməri açır, elçi kimi təzim edir. Xeyr, içəri daxil olduqda özünü ələ verdiyi epizodlardan biri də odur. Özünü elçi kimi aparmır. Özünü elçi kimi aparsaydı problem olmazdı. Amma biz görürük ki, o özünü elçi kimi aparmadığına görə Nüşabə onsuz da buradan duyuq düşür ki, bu elçi deyil. Gedir elə birbaşa, harada oturur? Taxt tacda oturur. Taxtac deməyək, taxta oturur. İskəndərin göndərdiyi elçi olduğunu deyir. Bunu düzdür, bunu demişdi. Nüşabənin mülkünə toxunmayacağına dair fərman verir. Ən sonda onlar belə bir peyman bağlayırlar. Bu da tamamilə düz fikirdir. Daha sonra deyir ki, Nüşabənin onun qabağına qoyduğu daşqaşla dolu qaba təəccüblə baxır. Bəli, nə mənaya gəldiyini birinci başa düşmür. Nüşabənin hərəkətlərini alqışlayır. Bəli, dərs verməsi məsələsini əslində o müsbət qarşılamışdı. İskəndərnamə əsəri ilə bağlı doğru fikirlər. Həyata əks etdirmə üsulu ümumiyyətlə poemadır, düzdürmü? Qələmimiz qırıldı. Poemadır və epik olar. Poema olar. Bədii publistik yox, bədii üslub olmalıdır. Yazılma forması məsnəvidir. Yazıldığı dil isə Azərbaycan dili deyil. Ümumiyyətlə, bu dövrdə yazılan sənətkarların çoxu, yəni qədim dövr. Farsça yazıb əsasən. 1, 2, 4. Yedigözəl və İskəndərnamə ilə bağlı bizdən səhvləri istəyir. Təqdim olunan hekayələrin əksəriyyətində xeyrin şər üzərində qələbə çalması var. Bu tamamilə doğru fikirdir və 7 gözələ aiddir. Orada da 7 gözəl hərəsi 7 hekayə danışır. Laqeydliyə, insan taleyinə, biganəliyə yol verilmişdir. Bu, ümumiyyətlə, bu əsərlərə aid deyil. Bu daha çox Sirlər Xəzinəsində o darğa ilə qarı arasında olan epizoda aiddir. Daha sonra 2 hissədən ibarət əsərdir. 2 hissəli olan İskəndərnamədir, İqbalnamə, Şərəfnamə hissələri. Yəni ki, bu bura aid deyil. 3-ü də istəyirəm. Daha sonra insanın cəmiyyətdə yeri, vəzifəsi barədə fəlsəfi düşüncələr. Düzdür, bu əsər üçün demək olar. Peyğəmbər səviyyəsinə yüksələn qəhrəman dünyanı dolaşır, İskəndəri deyir. Bu da tamamilə düz fikirdir. Daha sonra bizdən uyğunsuzluğu istəyir. Bizim kameramız əyilib. Deyir ki, ədalətli idi. Uyğunsuzluq deyirsə pələngərlə Dara. Pələngər işğalçı idi, Daradakı qan uddururdu cəmaata. İskəndər, Nüşabə, Feyləqus ədalətlidir. Cəmiyyətə həyatı baxışları ilə seçilən obrazlar sırasında verilə bilməz. Dəyərli şagirdlər, cəmiyyətə olan baxışları fərqlidir. Leyli Məcnun əsərinin müsbət qəhrəmanlarında, yəni şirin ola bilər,
üzr istəyirəm, Şirin deyirəm, Məcnun ola bilər, Leyla ola bilər, Zeyd ola bilər. Əsasən onlarda. Çünki onlar məhəbbət hissinə, insana, humanizmə dəyər verirdilər. Bir də Xosrov Şirindəki Şirini demək olar. Amma Xosrov Şirinin əksinə o qədər emosional birisi deyildi. Bəhramdakı həmçinin. Yəni burada müəyyən qüsurları ilə ön plana çıxanlar 2-5. Yəni Xosrov və Bəhramdır. Ona görə doğru cavab olacaq B variantı. Həyata baxışları o dövrdən seçilmirdi o iki şəxsdə. İskəndərnamə poemasından götürülmüş bu parça ilə müəllif nəyə münasibət bildirib? Üzə deyilməyən bir sözü heç kəs bizlərdə qaydadır, daldada deməz. Yəni arxadan danışmaq deyib bizlərdə yoxdur. Bizimlə birlikdə yaşayar o kəs, ola bizim kimi təmiz müqəddəs. Şairin özünün gözəl qanunlarla idarə edilən bir cəmiyyət arzulaması düzdür. Yəni arxadan danışılmadığı, dedikodu edilmədiyi, təmiz, müqəddəs bir şəxsiyyəti olan insanlarla bir yaşamağı arzu edir və belə bir cəmiyyət görmək istəyir. İskəndərin qurmaq istədiyi dövlət, işğalçı müharibələrin dağıdıcı təsiri, məzlumların ahına son qoymaq və heç kəsin, daha doğrusu hər kəsin seçim hüququ, bu kimi məsələlər gördüyünüz bu bənddə əksini tapmır. Oxuduqda anlamaq asandır. Alimlərlə dərin ünsiyyətdə olması İskəndərə nəyi qazandırır, biri səhvdir. Biz bu epizodu yada salaq. İqbalnamədə İskəndərin 7 alimlə xəlvətə çəkilməsi hissəsində İskəndər Ərəstunu, Sokratın, Əflatunun, daha sonra Farisin, Belinasın, Ferfiusun, daha sonra Hörmüzün, bu kimi alimlərin kainatın yaranması haqqında fikirlərinə qulaq asır, onlarla söhbətləşir və bu filosoflarla elmi söhbətlər aparır. Düzdürmü? Və dünyadakı insanlara müsbət şeyləri deyək ki, aşılamaqdan ötürü dünyanı gəzməyə çıxır. Daha sonra təbliğat etmək üçün dünyanı gəzməyə çıxır. Böyük filosof kimi yetişməsi, peyğəmbər səviyyəsinə yüksəlməsi və təbliğatı elə bayaq dediyim məsələ ilə üst-üstə düşür. İnsanları həqiqət yoluna dəvət etməkdə təbliğatın daxilindədir. Amma dünyanı fəth eləmək, baxın, fəth eləmək nədir? Gedib işğal edirsən bir növ. Düzdür, onun fəthini biz görürük. Lakin unutmaq olmaz ki, bu sırf alimlərlə ünsiyyətdə olduğu üçün gəldiyi bir qərar deyildi. Daha sonra sərkərdə olduğu üçün gəldiyi bir qərar idi. Sillogizmi tamamlayan fikri müəyyən edin. Həyat hadisələri romanda geniş epik lövhələrlə inkişafda verilir. Bu janrda qəhrəmanın həyatı hər tərəfli təsvir olunur. Deməli, roman ifadəsi mənim əsas açar sözümdür. A-da, B-də romanı görmürəm. C-də deyir ki, İskəndərnamə hadisələrin əhatəliyinə görə mənzum romandır. Baxın, hadisələrin əhatələnməsi məsələsi burada qeyd olunub. Mənzum roman məsələsi burada qeyd olunub, yəni ümumi roman. Və C variantı həqiqətən də məntiqlə birləşdirdiyimizdə düz olacaq. Daha sonra İskəndərnamə ilə bağlı doğru fikir. Şairin milli və bəşəri ideyaları ilə zəngindir, düz. Süjetin mərkəzində duran başlıca fikir ideal məhəbbətdir. Məhəbbət Leyli Məcnunda var, burada yoxdur. İctimai ədalət, elmi kamilliyin üstünlüyü məsələsinə yer verilib. Bəli, çünki burada elmi məsələlər, məsələn, filosoflarla oturub duran bir padşahdan söz açırıq. Əlbəttə ki, var. Peyğəmbər səviyyəsinə yüksəltdiyi qəhrəmanın qüsurlarını şair gizlətmir. Bəli, ümumiyyətlə, İskəndər belə qüsurları olan bir obrazdır. Məhəbbət yenə səhvdir. Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı düzgün fikirləri bizdən istəyir. Dini və dünyəvi elmləri öyrənməklə dövrünün tanınmış alimlərindən olub. Bəli, böyük filosof da deyək ki, olmuşdu. Yaxın və orta şərqi səyahət etmiş, zəngin material əldə edib. O, ümumiyyətlə, deyilənə görə Gəncədən kənara çıxmayıb. Ənənəyə uyğun olaraq lirik şeirlərində məhəbbət mövzusuna tez-tez müraciət edib. Bəli, o dövrün ənənəsi buydu. Poemaların hamısının vahid süjet xətti var. Məsələn, Sirlər Xəzinəsində daxil olan hekayələrin ayrılıqda süjet xətti var, amma bu vahid deyil. Yedigözəl əsərinə aiddir. Ölkənin necə idarə etmək lazım? Düz. Hökmdar dövlət işlərini başqalarına etibar etməlidirmi? Düz. Şah məhəbbətində niyə sabit qədəm olmayıb? Məhəbbət məsələsi qabardılmır. Ölkədə bütün insanları əhatə edən ədalət. Bəli, Yedigözəldə də yenə hökmdar, ədalət, bu kimi məsələlər qabardılır.
1, 2, 4. Şərəfnamədə öz əksini tapıb, bunun üçün sizə əlavə bir qeyd yazmışam, bunu qeyd edə bilərsiniz. Şərəfnamə İskəndərin siyasət həyatından, böyük nailiyyətlərindən danışır. Anadan olması, tərbiyəsi, təhsili, hökmranlığı, hərbi yürüyüşləri buna daxildir. İqbalnamədə isə şairin həyat, insanın cəmiyyətdəki yeri, vəzifələri və s. barədə elmi fəlsəfi düşüncələri öz əksini tapıb. Demək, İskəndərin şahlığa keçməsi siyasi həyatına daxil 1 düz, 3 düz, 4 deməli, İskəndərin Peyğəmbər səviyyəsinə yüksəlməsi üzrə istəyirəm. Burada bir yanlışlıq olub. Bunu silək. Burada yazmışam 4 olmayacaq, amma yanlışlıqla işarələnib. İskəndərin hərbi yürüyüşlərdə haqqı ədaləti bərqərar etmək səyləri. Baxın, 1-3-5-də verilən fikirlər həqiqətən də onun, deyək ki, hərbindən və bir hökmdar kimi fəaliyyətindən danışır. Amma Peyğəmbərlik məsələsi və elmi fəlsəfi düşüncələr daha çox mənəvi şeylərə daxil olduğu üçün buna aid deyil. Uyğunluğu müəyyən edeyim. Əsərdə xalq və hökmdar probleminə diqqət çəkmək üçün hekayələrə müraciət edilib. Təbii ki, bu aiddir Sirlər Xəzinəsinə. Baxın, 7 gözəldə də hekayələr var. Amma sırf xalq və hökmdar problemi ilə bağlı hekayətlər deyirsə, biz Sirlər Xəzinəsi götürürük. Qəhrəman iradəsi sayəsində tədricən dəyişir. Bəli, Şirinin təsiri ilə Xosrov dəyişmişdi 2-yə B. Qəhrəmanlar məhv olsalar da mənəvi qələbə çalırlar. Leyli Məcnun ölsə də mənəvi cəhətdən onlar qələbə qazanmışdı. A variantı. Deməli, 1-ə D, 2-yə B, 3-ə A.